Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Biz təfsir dərsində gəldik, yetişdik Əsr surəsinin təfsirinə. Bağışlayan və mehriban Allahın adıyla. O Allahın adıyla başlayırıq ki, həqiqətən də varlıq aləmi ondandır. Bütün varlıqlar öz vücudunu Allahdan alır və Allah bütün yaradılışlıq aləminin hamısını xəlq eləyibdir. Allahın bütün sifətlərindən biz kömək istəyirik. Belə haqq da budur ki, biz Allahın bütün sifətlərindən kömək istəyək. Çünki Allah bizləri xəlq eləyibdir və bizlərin ehtiyacını bilir. Həqiqətən də Allah bağışlayan və mehribandır, rəhmət çeşməsidir. Vəl-əsr, and olsun əsrə. Əsr sözü, əsr kəlməsi lüğətdə üsara, əsir, sıxıntı, çətinlik mənasındadır. Və insanın inkişafı da, insanın irəliləyişi də elə bu sıxıntılar və çətinliklərin altında gizlənir. Soyuğun təsiridir ki, insanı məcbur eləyir istilik verən bir aparatlar, bir texnologiya yaratsın. Və soyuğun təsiridir ki, insanı məcbur eləyir ki, isti verən amillər və aparatlar yaratsın. Bu dünyada gördüyünüz bütün inkişaflar hamısı sıxıntının və çətinliyin nəticəsində ələ gəlibdir. İnsan bir çətinlik üz verir, insana bir çətinlik üz verir, bir sıxıntı üz verir. Təhsil eləyir, təlaş eləyir, təcrübə toplayır və yeni işlər icad eləyir, yeni məsələlər ərsiyə gətirir. Vəl-əsr, and olsun çətinliyə, and olsun insanın inkişaf amilinə. Vəl-əsr, and olsun İmam Zamana, Həzrət Məhdiyə. Vəl-əsr, and olsun zöhrə. Bunların hamısına şamil ola bilir. Məsələn, Şah Abbasın əsri, məsələn, Qacariyənin əsri. Yəni, and olsun tarixə. Allah Taala həmən bütün zamanlara and içir. İnnəl insanı ləfi xusur. Həqiqətən, yəni bu and içməkdən sonra Allah bilir ki, həqiqətən də insan ziyan içindədir. Qardaşlar, bir var xusur, bir var zərər. Bu xusurdan zərərin fərqləri var. Xusur budur ki, insan bazarda, məsələn, qızıl alıbdır, gətirir bazara, satmağa, qızılın qiyməti düşür aşağı, bu zərər eləyir. Zərər eləyir. Amma bir var ki, insan xusur eləyər. Xusurda sərmayədən söhbət gedir. Zərərdə sən pul qazanmırsan. Amma xusurda sənin sərmayəndən söhbət gedir. Yəni sənin sərmayən də əldən gedir. Sərmayəsi əldən gedən insana xusuran eləmiş insan deyirlər. Yəni sərmayəsi də əlindən gedir ucu. Təsəvvürünüzə gətirin, bir dənə məsələn bazarda buz satanı, bazarda bir dənə buz satan görsəz, onun sərmayəsidir. Günəş vurduqca o əriyir, sərmayə əldən gedir. Əgər sərmayə əldən getsə, bu kəs ziyan eləmiş sayılar. Allah Quranda buyurur ki, innəl insana ləfi xusur. İnsan ömrü də belədir. İnsan ömrü də su kimi axıb gedir. Özdə burada lam var, bir də innə var. İnnə və lam burada deyir, qətən və qətən insan ömrü su olub gedir. Su kimi axır gedir. Amma Allah burada bir dənə istisna qoyur. Deyir, illəl-ləzinə əmənu və amilus salihati və təvasav bil-haqq və təvasav bis-sabr. Məgər o şəxslər ziyan eləmir ki,
Hər ömürləri keçdikcə onların imanları arta, onların imanlarına əlavə oluna. Hədislərdə var ki, iman 10 dərəcədir. Bəzilərinin bir dərəcə imanı var, bəzilərinin 2 dərəcə imanı var, bəzilərinin 10 dərəcə imanı var. Bu gərək insan özündə təhlil eləyə. Hədislərdə var ki, nə qədər dindar olmağını bilmək istəyirsənsə, bax gör harda günah eləyirsən. Harda günah eləyirsənsə, sənin dinin o qədərdir. Amma Əmir-əl-Müminin Həzrət Əli əleyhissalamın dini nə qədər idi? Dini Həzrət Əli əleyhissalam buyurur ki, əgər dünyanın hakimiyyətini, cahanın hakimiyyətini mənə versələr, deyəsələr ki, günah eləginən, mən günah eləmərəm. Bəzilərinin amma dini belə deyək, 10 manatdır. Bəzilərinin dini 100 manatdır, bəzilərinin dini bir dənə günahdır, bəzilərinin dini bir dənə qadındır. Yəni, günaha aldanır və dininin miqdarını göstərir. Və hədislərdə var ki, harda səhv elədiniz, harda günah elədiniz, sizin dininiz o qədərdir. Əgər bir şəxs bizə bir dənə qoyun versə ki, bunu bölün, təqsim eləyin insanlar arasında, əgər onun kavaflıq yerlərini, yaxşı yerlərini özümüzə götürsək və belə pis yerlərini cəmiyyətə paylasaq, elə biz bir dənə qoyunuq. Bizim dinimiz qoyun dəyərindədir. Çünki biz burada ədalətə riayət eləmədik. Biz burada ədalətə riayət eləmədiyimizə görə elə bizim dinimiz bir dənə qoyun kimidir. Və Allah buyurur ki, and olsun zamana, insan həqiqi cəhətdən ziyan içindədir. Misli o buz satan kimi. Buz satan kimi ömrü gedir. Gəlib baxa görə insan ömrünü nəyə satır? Hansı dəyərli şeylərə satır? Və Allah buyurur ki, İlləl-ləzinə əmənu. Məgər o şəxslərin belə deyək, ziyan eləmirlər ki, xusur eləmirlər ki, onlar iman gətiriblər. İndi iman gətirmək kifayət eləyir, deyir xeyr. Və amilus salihat. Salih işlər də lazımdır. İman ki gətirdin, salih əməllər də görməlisən. Deyir, iynə sapsız tikmir. Əgər istəyirsən tikəsən, sap da lazımdır, iynə də lazımdır. İman gətirmək lazımdır, salih əməl görmək lazımdır. Allah buyurur ki, əmilus salihat. Demir ha, əmilus salih. Deyir, salihat. Yəni, çoxlu salih işlər görün. Nəinki əs-salihat, deyir, əs-salihat. Salihat demir təcə, deyir, əs-salihat. Yəni, daha çox deyir, işlər görün, yaxşı işlər görün. Təsəvvür elə deyirəm, bir dənə məscid, deyirəm, bir dənə məscid və yaxud deyirəm, məscidlər. Amma bir dəfə deyirəm, bütün məscidlər. Allah deyir, bütün xeyir işləri görün. Bütün işlərin gərək düz olsun. Bütün işlərin gərək, belə deyək, gözəl olsun. Bəzisinin təhsili yaxşıdır, amma əxlaqı pisdir. Bəzisi səxavətlidir, amma bədəxlaqdır. Çox pis əxlaqı var. Bəzisi, belə deyək, yaxşı ticarət eləyir, amma evdə xanımını incidir. Bəzisi xanımına yaxşı davranır, qonşu ilə pisdir. Bəzisi qonşu ilə yaxşıdır, dosta, qardaşa pisdir. Deyir, hər cəhətdən yaxşı iş görün. İnsan buz kimi əriyir. İnsan ömrü buz kimi aradan gedir. O kəslərdən başqa ki, iman gətirələr və salih əməllər görələr. Və indi biz bu ikisini də yerinə yetirdik. Həm salih əməl, həm iman gətirdik, həm də salih əməllər gördük.
Kifayətdir? Deyir, xeyr. Və təvasav bil haqq. Bir-birinizi səbrə dəvət eləyin, bir-birinizi haqqqa dəvət eləyin. Əmr bi məruf eləyin. Bir dənə cahil düzəldir. Bir dənə narkoman eləyir böründəkini. Bir dənə avara böründəkini, bir dənə avara eləyir. Necə olur ki, bir mömin öz mömin qardaşını, belə deyək də, öz böründəkini mömin eləyə bilmir, dindar eləyə bilmir, əmr bi məruf eləyə bilmir. Ona görə də bu ikisi də olsa belə kifayət eləmir. Gərək insanları nə edəsən? Haqqa dəvət eləyəsən, səbrə dəvət eləyəsən. Hədisdə var ki, biz fəqirə pul verəndə çox vaxt özün vermə gələn. Elə uşağına ver, qoy uşağın versin. Qoy o da öyrənsin. Bunun özü bir əmr bi mərufdur. Qoy o da öyrənsin ki, kasıblara pul vermək lazımdır, kömək eləmək lazımdır, yardım eləmək lazımdır. Və yaxud da keçən biz dərsimizdə, keçən ayədə də belə bir şey gəlmişdi, mənim yadımdadır. Dostumuzu, tanışımızı, qohumlarımızı təşviq eləyək insanlara xeyir işi görməsi üçün, yaxşılığa dəvət eləyək. Bəli. Və hamının moziyə ehtiyacı var. Deməyək ki, bu alimdir, bu abiddir, bu filan kəsdir, bu bəhman kəsdir. Hamının moziyə ehtiyacı var. Həzrət Əli əleyhissalamdır ki, öz sahabələrinə deyir ki, mənə moizə eləyin. Hamının moizəyə ehtiyacı var. Hamını səbrə dəvət eləməlisən, hamını haqqa dəvət eləməlisən. Bəli. Bəzən biz kimisə yaxşılığa dəvət eləyəndə deyir, sənə var ki, mən günah eləyəcəm. Musa öz dinində, İsa öz dinində. Sənlə məni bir qəbrə qoymayacaq ki, və yaxud da mənim əməlimi səndən soruşmayacaq ki, biz də sıracı namı dolluq deyir, heç nə da. Yox, bəzi yerdə insan gərək müqavimət göstərə, əl çəkməyə ki, bir şəxs hidayət olsun. Deməyək, bir dəfə dedim də kifayət edir. Bir dəfənin kifayət eləmir. Gərək hər yoldan təşviq eləyəsən ki, insan dinə gəlsin, imana gəlsin, həqqə gəlsin. Bəli. Və belə deyək, salih və təvassau bil haqq və təvassau bil səbr. Haqq da, səbr də ikisi də xeyir əməldir. İkisi də xeyir əməldir ki, Allah bunları ayrı-ayrı bizə bəyan eləyir. Elə bir ki, xüsusi bir yer də bildirir. Düzdür, bunların ikisi hər ikisi xeyir əməldir. Məsələn, mən deyirəm ki, sizi axşam qonaqlığa dəvət eləyirəm. Hamınıza dediyim tələbələrin hamısına. Sonra deyirəm ki, Mehdi qardaş, sən də gələrsən. Vüsal qardaş, sən də gələrsən. Rizvan qardaş, sən də gələrsən. Rıza qardaş, sən də gələrsən. Bu nədir? Bu əhəmiyyətini bildirir, mühümmiyyətini bildirir ki, belə deyək, bu onun əhəmiyyətini bildirir ki, həqqə və səbrə dəvət eləmək çox mühümdür. Bu dünya bazardır, qardaşlar. Əd-dünya sovuq. Bu dünya bazardır. Və bu bazarda sən satmalısan. Sən ömrünü satmalısan. Sən ömrün gedir. Başqa bir variantın yoxdur. Hər insanın aldığı nəfəs onun ömür sərmayəsidir. Hər bir addım mən getdim ölümə tərəf. Bu bizim sərmayəmizdir. Biz bu sərmayəni nəyə istifadə eləyirik, diqqət eləməliyik. Bəli. Əgər 100 nəfəs alsaq, 100 nəfər insanı 100 qədəm, 100 addım insanı nə eləyir? Ölmə yaxınlaşdırır. Dünya bazardır. Biz də satıcıyıq. Və bizim satdığımız məhsul ömrümüzün dəqiqələridir.
Bizim satdığımız məhsul ömrümüzün dəqiqələridir. Əgər biz ömrümüzün dəqiqələrini insanlara çatsaq, bir dənə sağ ol, bir dənə təşəkkür, bir dənə də əl çalacaqlar, əhsən filan, bu qurtardı, getdi. Bitdi, getdi. Biz neynədik? Bunda xusur elədik, xusran elədik, ziyan elədik, sərmayəmiz də əldən getdi. Amma Allaha çatsaq, Allah belə deyək, az malı da alır. Misqalə zarratan xeyran yara. Zərrə ağırında xeyir iş görsün, Allah da onu alır. Allah eyibli malları da alır. İndi əməl edirik, bəzən eyiblərimiz olur, nöqsanlarımız olur, Allah onu da alır. Bir dənə namaz qılırıq, belə deyək də, deyir ilahi, bunu da qəbul elə gələn bizdən. Bunu da qəbul elə. Allah neyinir? Ya mən əzhərəl cəmil və sətərəl qəbi. Deyir, o kəs ki, belə deyək, yaxşılıqları üzə çıxardır və pislikləri gizlədir. İnnallaha iştara. Allah bizim əməllərimizin müqabilində bizə cənnəti vəd edir, cənnət verir. Biz ömrümüzü çür-çürük şeylərə satmamalıyıq. Biz ömrümüzü, belə deyək, hədər şeylərə verməməliyik. Və bunun üçün, bax bu haşiyədən qırağa çıxıram, bir-birimizə kömək eləməliyik. Belə deyək də, bu dünyanın enişli, yoxuşlu yollarından düzgün keçə bilməyimiz üçün bir-birimizə yardımcı olmalıyıq. Ona görə bir-birimizin səhvini bir-birimizə deyəndə narahat olmamalıyıq. Bir-birimizin eybini bir-birimizə deyəndə narahat olmamalıyıq. Daha da və yaxud da mən bu eybi demirəm, bir də pis baxar. Bu da olmaz. Bu da olmaz. Gərək bir-birimizə kömək eləyək. Diqqət elədiniz ki, ayənin əvvəllərində də biz onu qeyd elədik. Bir-birimizə kömək eləyək ki, bir-birimizin əlindən tuta-tuta bu dünyanın bataqlıqlarından birtəhər özümüzü neyləyək? Qəbrə yetişdirək. Deyə bir dənə qoca kişi var idi. Deyir, özümü qəbrə yetişdirə bilsəydim. Deyir, sən özünü qəbrə yetişdirməyəcəksən. Səni qəbrə qoyacaqlar. Bu məcburidir. Ona görə də diqqət eləməliyik. Və təvasav bil haqqə və təvasav bis sabr. Bir-birinə haqqı tövsiyə eləyərlər, bir-birlərinə səbri tövsiyə eləyərlər. Sanki atamız bizə bir dənə yer veribdi, o yeri tikmək üçün bizə bütün ləvazimatları veribdi və biz evi götürürük, tikirik, hazırlayırıq və Allah deyir ki, mən onu alıram sizdən. Və atamız deyir ki, mən onu alıram sizdən. Deyirik, yox, mən bunu satmıram, başqa dostlarıma satarım. Halbuki bizə hər şeyi verən atamız idi. İndi qardaşlar, Allah bütün varlığı bizə veribdi. Bizi yaradıb, bizi xəliq eləyib, bizə su verib, bizə torpaq verib, bizə ruzi verib, bizə gözəl evladlar verib, bizə gözəl dostlar verib. Bunların hamısının qədrini bilmək lazımdır və Allaha təşəkkür eləmək lazımdır. Yəni, öz canımızı, Əleyhisselamdan hədis olmalıdır, deyir, öz canınızı behişdən aşağısını satmayın. Satmayın bu oyun oyuncağa. Satmayaq bu oyun oyuncağa. Dünya bir oyun oyuncaqdır. Məta'ul qururdur. Oyun oyuncaqdan başqa bir şey deyil. Allah hər şey bizə veribdir. Allah Quranda buyurur ki, xəsərə ənfusəhum. Ömürlərini hədər verdilər. Ömürlərini zayi elədilər. Və mə rabihət ticarəthum. Nə pis müamilə elədilər, nə pis müamilə elədilər. Ömürlərini dünyanın bərinə bəzəyinə satdılar. Getdilər, İmam Hüseyin əleyhissalamı öldürdülər ki, rey mülkünə sahib olacaqlar. Amma nə oldu? Xəsərət dünya və axirə. Həm dünyalarından oldu, həm axirətlərindən oldu. Ayətullah
Mövsüm Qiraətə ağa deyir ki, deyir Ayətullah Behişti mənə tövsiyə elədi ki, bu Rəcəb ayının duasıdır. Bu duanı hər gün sən oxu. Xabə vafidunə alə qeyrik. Uduzdular o kəslər ki, ömürlərini Allahdan qeyrilərinə satdılar. Uduzdular ki, o kəslər ki, Allahdan qeyriləri ilə alış-veriş elədilər, müamilə elədilər. İnşallah Allaha ant veririk izzətinə, əzəmətinə, öz böyüklüyünə bizlərə tövfiq versin. İnşallah biz də müamiləni Allahdan düzgün eləyək və ömrümüzü hədər və günah yerlərə xərcləməyək. Allah bizlərin günahlarını bağışlasın. Allah bizlərin dünya və axirətinin xeyri qərar versin. Allah zamanə imamının zuhurunu təcil eləsin. İnşallah qardaşlar, yenə də elmimin naqisliyi üçün, vaxtınızı aldığım üçün üzr istəyirəm. Haqqınızı halal eləyin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.